Salam, dəyərli həmkarlarım. Mən Dəmirova Nigar, məktəbəqədər təhsil üzrə təlimçinizəm. Bugünkü mövzumuz tərbiyəçi müəllimlərin peşə bacarığıdır. Tərbiyəçi müəllimlərin peşə qabiliyyətləri də var. O ayrı bir videonun mövzusudur. Bugünkü mövzumuz isə bizim peşə bacarıqlarımızdır. Tərbiyəçi müəllimlərin 4 peşə bacarığı var: konstruktiv peşə bacarığı, qnostik peşə bacarığı, kommunikativ peşə bacarığı və təşkilatçılıq peşə bacarığı. Biz bu peşə bacarıqlarını bir-birindən ayıra bilmərik müəllimələr. Deyə bilmərik ki, ən vacibi təşkilatçılıqdır, yox ən vacibi qnostik bacarıqdır, yox ən vacibi kommunikativ bacarıqdır və s. Yəni bunlar bir-birindən əsla ayrı olmamalıdır. Bir müəllimin fəaliyyətində bunlar sanki dördü də zəncirvari bir sistemdir. Gəlin bunu belə izah edeyim də. Əgər bir müəllimin konstruktiv bacarığı yoxdursa, onun təşkilatçılıq bacarığı da ola bilməz. Niyə? Çünki konstruktiv bacarıqla dərsin planını və resurslarını düzgün qurmayan, yəni memarlığı olmayan bir müəllim qrupdakı prosesi necə idarə edib təşkil edə bilər? Yəni imkanı, planı olmayan müəllim təşkilatçılıq edə bilməz heç vaxt. Eynilə əgər bir müəllimin kommunikativ bacarığı yoxdursa, digər bacarıqları da kölgədə qalır. Çünki biz nə qədər mükəmməl plan qursaq da, dərsi gözəl təşkil etsək də, uşaqlarla, valideynlərlə və yaxud da kollektivlə düzgün ünsiyyət qura bilmiriksə, pedaqoji prosesin ruhu demək olar ki, ölür. Kommunikativ bacarıq da bütün bu sistemi bir-birinə bağlayan körpüdür. Yəni deməyim odur ki, bütün bacarıqlar vacibdir, bütün bacarıqlar bir zəncirvari sistem şəklində bir-birinə zəncirvari bağlanıblar. Yəni onları bir-birindən ayırmaq olmaz. O peşə bacarıqlarının biri bir müəllimdə çatmasa, digərləri də kölgədə qalır. Ona görə 4 peşə bacarığı var ki, bunlardan biz düzgün istifadə etməyi bacarmalıyıq. İndi baxaq bizim bacarıqlarımıza. Birinci bacarığımız nədir? Konstruktiv bacarıq. Gəlin əvvəlcə sözün kökünə baxaq. Konstruktiv sözü latınca qurmaq, tikmək deməkdir. Necə ki, müəllimələr, təsəvvür edin, bir memar evi tikməmişdən əvvəl nə edir? Onun hər bir detalını, bünövrəsini, otaqların yerini, sayını kağız üzərində nə edir? Hesablayır. Biz də bir müəllim olaraq uşağın zəkasında bir bilik binası tikirik. Konstruktiv bacarığı olan müəllim məhz bu peşəkar memarlıq qabiliyyəti olan bir müəllimdir. Konstruktiv bacarığı olan müəllim necə olmalıdır? Baxaq necə olmalıdır. Nəticə yönümlü olmalıdır. Bir müəllim dərsə girəndə bu gün dərsə girdim, görək nə olacaq prinsipi ilə yanaşmamalıdır dərsə. Dərsə elə girməməlidir. Yəni bu düşüncə ilə dərsə girməməlidir. Müəllim məşğələyə başlamamışdan əvvəl hədəfini dəqiq müəyyən etməlidir. Mən bu dərsin sonunda uşağa nəyi öyrətməliyəm? Hansı nəticəni uşaq əldə eləyəcək? O nəticəni əvvəlcədən proqnozlaşdırır və beynində modelləşdirir. Budur konstruktiv bacarığı olan müəllim. Konstruktiv bacarığı olan müəllim nəticə yönümlü müəllim deməkdir. Maddi texniki bazanı əla bilməlidir. Müəllim özünün əl-qolu, yəni bilirsiniz ki, maddi texniki baza müəllimin əl-qolu deməkdir. Maddi texniki bazaya nə aiddir, bilirsiniz də müəllimələr. Otaqdakı hər bir resursu, uşaqların boyuna uyğun mebeldir, rəngli qələmlərdir, əyani vəsaitlərdir, konstruktorlardır və oyuncaqların bunlar hamısı aid nəyə? Maddi texniki bazaya. Müəllim düşünür ki, mənim əlimdəki bu vəsaitlərdən hansını seçsəm uşağın marağını daha çox cəlb edərəm. Vəsaitləri uşağın inkişaf səviyyəsinə görə ölçür, biçir, əvvəlcədən planlaşdırır. Baxın, budur konstruktiv bacarığı olan müəllim. Konstruktiv bacarığı olan müəllim layihəlidir və o nə edir? Qurmağı bacarır. Müəllim təkcə dərsin planını yazmır. O dərsin mərhələlərini bir-bir nə edir? Dizayn kimi qurur. Hansı vəsaiti hansı dəqiqədə, hansı oyunla birləşdirsə uşağın daha yaxşı qavrayacağını əvvəlcədən planlaşdırır. Baxın, burada müəllimələr, konstruktiv bacarıq əvvəlcədən, bax yadınızda qalsın, əvvəlcədən planlaşdırma deməkdir. Bir də konstruktiv bacarığı olan müəllim çevik müəllim olmalıdır. Yəni onun hər zaman B planı olmalıdır. Konstruktiv müəllim əgər sinifə girəndə planladığı vəsait və ya oyun uşaqların marağını cəlb eləmirsə, o pərt olmamalıdır. Yəni donub qalmamalıdır ki, mən nə edeyim? Onun həmişə B planı olmalıdır. O dərhal B planını işə salır, məqsədi dəyişmir. B planında məqsəd dəyişmir. Amma vəziyyətə uyğun olaraq resursları yenidən quraşdırır, uşaqları yenidən hədəfə istiqamətləndirir. Yəni nəticə eyni olur. B planına keçir, amma nəticəmiz bizim dəyişmir. Baxın müəllimələr, testdə qarşınıza əvvəlcədən planlaşdırır, layihələndirir, məqsədi və nəticəni müəyyən edir, vəsaitləri və resursları seçib tətbiq edir, qurur kimi sözlər çıxsa, bilin ki, söhbət məhz bu nəticə yönümlü və sistemli memarlıq bacarığından, yəni konstruktiv bacarıqdan gedir.
İndi isə gəlin digər bacarığımız olan təşkilatçılıq bacarığına baxaq. Bir haşiyə çıxacam müəllimələr. Mən özüm 10 ildir ki, tərbiyəçi müəlliməm, bağçada işləyirəm. İndi fəaliyyətimiz zamanı hamımız görmüşük ki, elə müəllimlər var ki, çox savadlıdır. Belə deyək də, kitabları əzbər bilir, diaqnostik qiymətləndirmədə yüksək bal yığıb, sertifikasiya qiymətləndirməsini sertifikasiyamız olanda da yüksək bal yığacaq. Amma o qrupa daxil olanda özü də çaşır. Uşaqlarda çaşbaş qalır. Niyə? Çünki o müəllimədə təşkilatçılıq bacarığı yoxdur. Belə deyək də müəllimələr, təşkilatçılıq bacarığı müəllimin qrupdakı sükunəti və nizamı qorumaq qabiliyyəti deməkdir. Və harda gün rejimi görsəz müəllimələr, bu bilin ki, bu təşkilatçılıq bacarığına aiddir. Gün rejimində nə var? Gün rejimində biz vaxtı-vaxtında hər şeyi düzgün qaydada yerinə yetirməliyik. Əgər məşğələ vaxtı hələ də uşaqlar gəzintidə bir müəllimə saxlayırsa və yaxud yemək vaxtında hələ də müəllimə məşğələ keçirsə, orada təşkilatçılıqdan söhbət gedə bilməz. Orada təşkilatçılıqdan əsər əlamət yoxdur. Yaxşı təşkilatçı müəllim bunların hamısını vaxtı-vaxtında yerinə yetirməyi bacarmalıdır. Uşaq gəzintidən gəlməlidir, əl üzünü yumalıdır, yeməyini vaxtında yeməlidir. Bax, bütün bu prosesləri bir-birinə dolaşdırmadan tənzimləyən müəllimə əsl təşkilatçı müəllimdir. Yəni, hər işin gün rejiminə uyğun olaraq öz vaxtında, öz saatında yerinə yetirən müəllimə təşkilatçı müəllimədir. Təsəvvür edin ki, baxanda müəllimə qruplarda 20 uşaq ola bilər, 15 uşaq ola bilər. Bu uşaqların hamısının enerjisi, marağı, xasiyyəti fərqlidir. Təşkilatçı müəllim uşaqları elə bir formaya salmalıdır ki, onların biri digərini əzməməlidir, incitməməlidir, səs-küy salmadan hər biri öz işi ilə məşğul olmalıdır. Bunu tərbiyəçi müəllim qışqırmaqla yox, uşağın diqqətini düzgün istiqamətə yönəltməklə eləməlidir. Müəllim deyəndə ki, indi hamımız bunu edirik, uşaqlar artıq hamısı hazır vəziyyətdə olmalıdırlar. Baxın, budur təşkilatçı müəllim. Bir də iş bölgüsü var. İş bölgüsünü düzgün aparan müəllim təşkilatçı müəllimdir. Müəllim özü tək yorulmamalıdır, hamını işə qatmalıdır. Müəllimlik hamıdan çox işləmək demək deyil. Hamının işləməyi deməkdir. Yəni, hamı qrupda neynəməlidir? İşləməlidir. Təşkilatçı müəllim heç vaxt hər şeyi tək eləməməlidir. O uşaqlara elə bir rol bölgüsü eləməlidir ki, hər uşaq özünü lazımlı hiss eləsin, hər uşağın öz işi olsun. Orada bəzi uşaqlara deyə bilərsən masanı hazırla, digər uşağa deyə bilərsən oyuncaqları yığ, digərinə deyə bilərsən isə şəkilləri payla, digərinə deyə bilərsən qələmləri payla və s. Hər uşağın öz işi olmalıdır. Və bu müəllimin yükünü azaldır. Həm də uşaqlarda nizam-intizam vərdişi yaradır. Bəzən olur ki, planladığımız bir şey alınmır da. Uşaqlar ağlayır və ya kimsə özünü pis hiss edir. Təşkilatçılıq o deməkdir ki, müəllimələr, sən bütün bu problemlərin içində donub qalmırsan. Sən dərhal vəziyyəti ələ alırsan, bir qrup uşağı başqa bir maraqlı oyuna yönləndirirsən, digərləri ilə məşğul olursan və heç kim boş qalmır. Hamı qrupda nə ilənsə məşğul olur. Bu zaman xaosun içində belə bir nizam-intizam yaratmaq əsl ustalıqdır, əsl təşkilatçılıqdır. Yəni qısacası müəllimələr, konstruktiv bacarıqda biz kağız üzərində planı qururuq. Təşkilatçılıq bacarığında isə biz o planı həyata keçirən nəyi icraçıyıq. Biz gün rejimini saat kimi işləməliyik, uşaqları nizamda saxlamalıyıq və işi bölüşdürməliyik. Budur təşkilatçılıq müəllimələr. Testlərdə də görsəniz ki, müəllim vaxta əməl edir, nizam-intizam yaradır, işi planlı edir, heç düşünməyin. Bu təşkilatçılıq deməkdir. Yəni belə bir şeylər, bu sözlərlə testlərdə rast gəlsəz, bilin ki, bu müəllimənin təşkilatçılıq bacarığıdır. Gəlin indi baxaq növbəti bacarığımıza, kommunikativlik bacarığı. Kommunikativlik bacarığı nədir? Kommunikasiya sözü elə dilimizdəki ünsiyyət deməkdir, amma bu sadəcə salamlaşmaq və yaxud da danışmaq demək deyil də. Bu bizim ən böyük peşəkar səriştəmizdir. İndi səriştələrdən də yadınıza salın. Bizim səriştələrimizdən təfəkkür, fəaliyyət və dəyərlər səriştəmizdə məhz fəaliyyət səriştəmizdə hansı bacarıq var idi? Ünsiyyət, əməkdaşlıq bacarığı var idi. Yəni görürsüz ki, müəllimələr, bütün mövzular bir-birləri ilə zəncirvari sistemdə bağlanıblar. Yəni bir-birləri ilə çox bağlıdır. Burada baxın, yenə də deyirəm, pedaqoji səriştələrimizdən kommunikasiya və əməkdaşlıq ön plana çəkilir. Niyə çəkilir? Çünki müəllimlik elə bir sənətdir ki, biz burada tək işləmirik də. Bizim qarşımızda canlı, enerjili uşaqlar var, yanımızda həmkarlarımız var. Yəni bizim belə deyək də, çöldə isə üzü, gözü, qulağı bizdə olan kimlər var? Valideynlər var. Ətrafımızda insanlar var, belə deyək.
Kommunikativ bacarıq bizə nə üçün lazımdır? Baxaq nə üçün lazımdır müəllimələr. Ünsiyyət səriştəsi bizim açarımızdır. Ünsiyyət. Kommunikativ bacarığı olan müəllim uşağın gözünə baxanda artıq onun nə istədiyini bilməlidir. Uşaq deyə bilməsə də belə, müəllim onun baxışından anlamalıdır ki, uşaq yorulub, yoxsa ona maraqlıdır və yaxud o yatmaq istəyir və yaxud acıyıb. Və bu bizim uşaqla qurduğumuz o görünməz körpüdür. Yəni göz kontaktı ilə qurduğumuz görünməz bir körpüdür. Bir də var əməkdaşlıq bacarığı. Yəni biz nə edirik? Birgə addımlayırıq. Bizim işimiz təkcə uşaqla deyil də, həm də valideynlərdir. Onlarla əməkdaşlıq etməkdir, uşağın inkişafı üçün bir komanda kimi çalışmaqdır. Baxın, bu bir kommunikativ bacarığın bir hissəsidir. Valideynlə uşağınız belədir demək əvəzinə biz deyə bilərik ki, gəlin bu balaca üçün birlikdə nələrsə edək. Baxın, bu əsl peşəkarlıq, baxın müəllimələr, budur. Biz əslində deməməliyik də, sizin uşağınız belədir, sizin uşağınız hazır deyil, sizin uşağınız nadincdir, sizin uşağınız yaxşı oxumur, sizin uşağınız mənim sözümə baxmır. Biz elə deməməliyik valideyn. Əslində deməliyik ki, gəlin bu balaca üçün birləşərək nələrsə edək. Bax, əsl peşəkarlıq budur. Ünsiyyətdir, əməkdaşlıqdır, kommunikativlikdir, müəllimələr, budur. Müəllimə, kommunikativlik bacarığı nədir? Dil tapmaq bacarığıdır. Kommunikativ müəllim hər kəsin dilini bilməlidir. O uşaqla uşaq olmalıdır, böyüklə böyük olmalıdır. Mübahisə ola bilər də, müəllimlə valideyn arasında mübahisə ola bilər, anlaşılmamazlıq ola bilər. Burada mədəni davranışlar, etik prinsiplərimizdən mədəni davranışı da yad eləyə bilərik biz. Məsələn, mədəni davranışı da misal çəkə bilərik ki, necə olmalıdır? Müəllim mədəni olmalıdır. Müəllim özü haqlı olsa belə, qarşısındakı haqsız olsa belə, müəllimə nə etməlidir? Bütün işi səslə, küylə, qışqırmaqla yox, sözlə həll etməlidir. Ortaq nöqtəyə, məxrəcə gəlməlidir. Bu nədir? Bu kommunikativ bir müəllimin digər insanlarla dil tapmaq bacarığıdır. Biz konstruktiv bacarıqda nə etdik? Bir dərsin planını hazırladıq, yəni nə edəcəyimizi qurduq. Təşkilatçılıq bacarığında biz gün rejimimizi saat kimi işlədik, gün rejimimizə əməl etdik. Kommunikativ bacarıqda isə biz bütün bu işlərin içində sevgi və mehribanlıq mühiti yaratdıq. Yəni testləri də qarşınıza çıxsa ki, müəllim uşaqla səmimi münasibət qurur, valideynlərlə əməkdaşlıq edir, uşağı diqqətlə dinləyir, onun fikrinə hörmət edir, qrupda mehriban və xoş bir hava yaradır. Heç düşünməyin. Bu bizim nəyimizdir? Bu müəllimələr bizim kommunikativ bacarığımızdır. İndi isə bizim növbəti bacarığımız qnostik bacarığımızdır. Bu bizim sonuncu bacarığımızdır. Qnostik bacarığının tərkibində də müəllimələr iki qabiliyyət var. Diaqnostika qabiliyyəti və var kreativlik qabiliyyəti. İndi onlardan da danışacağam. Baxaq görək əvvəlcə qnostik sözü nə deməkdir? Qnostik sözü Yunan dilindəki qnozis, yəni bilik, dərk etmə sözündən götürülüb. Pedaqoji mənada bu bacarıq müəllimin fəaliyyətindəki idraki prosesləri əhatə edir. Yəni testlərdə qarşınıza idrak çıxsa, bilin ki, bu qnostik bacarıqdır. Yəni idrak qnostik bacarıq deməkdir. Yəni onlar bir-biri ilə sıx bağlıdır. Qnostik bacarıq müəllimin sadəcə məlumatı olduğu kimi deyil, əldə etdiyi bilikləri uşağın inkişafı üçün işə salmalıdır. Yəni baxın, bir müəllimə dediyim kimi, bayaq videonun əvvəlində dediyim kimi çox bilə bilər, bilikli ola bilər. Amma ondan istifadə eləyə bilmirsə, bu qnostik bacarığı olmayan bir müəllimədir. Qnostik bacarığı olan müəllimə hər zaman tələbyönümlülük, yəni araşdırmalıdır, yeniliklərdən istifadə etməlidir, bildiklərindən, biliklərindən hər gün gündəlik fəaliyyətindən istifadə etməlidir. Qnostik bacarığı inkişaf etdirən əsas qabiliyyətlər hansılardır? Diaqnostik qabiliyyətdir. Bu təməl addımdır. Qnostik bacarığı formalaşdırmaq üçün ilk addım diaqnostikadır. Bu müəllimin uşağı dərindən tanımaq, onun potensialını, maraq dairəsini və ehtiyaclarını müşahidə, analiz və təhlil yolu ilə üzə çıxarmaq qabiliyyətidir. Diaqnostika olmadan edilən hər bir pedaqoji addım təsadüfi xarakter daşıyır. Bilirsiniz də, diaqnostik qiymətləndirmə nə idi? Diaqnostik qiymətləndirmə, yəni uşağın faktiki bilik, bacarıq səviyyəsini üzə çıxartmaq. Qnostik bacarıqda da belədir. Yəni birinci biz diaqnostik qabiliyyətimizi işə salırıq, uşağın meylini, marağını, potensialını müşahidə edirik, analiz edirik, təhlil edirik. Ondan sonra nə edirik? Biz kreativlik bacarığına, yəni praktik həll yoluna çeviririk. Diaqnostika nəticəsində müəllim uşağın nəyə ehtiyacı olduğunu aşkar edir. Bu andan etibarən isə müəllim
Müəllimin kreativliyi işə düşür. Kreativlik diaqnostika ilə tapılan, ehtiyaca uyğun olaraq yeni, qeyri-standart və uşağın marağına uyğun təlim yolları tapmaq qabiliyyətidir. Bir də qnostik bacarığı olan müəllim kitabda öyrəndiyi nəzəriyyələri, bax biz nəzəriyyələr öyrənirik də indi hal-hazırda. Öyrəndiyimiz nəzəriyyələri olduğu kimi deyil. Öz qrupumuzun, öz uşaqlarımızın real vəziyyətinə uyğunlaşdıraraq elmi praktik şəkildə tətbiq edə biliriksə, biz qnostik bacarığı olan bir müəllimik. Qnostik bacarığı yüksək olan müəllim daim öz işini təhlil edir, yəni öz işini də təhlil edir. Baxın, müəllimə öz işini də təhlil edir. Bu üsul niyə uğurlu oldu? Uşaq niyə bu şəkildə reaksiya verdi? O öz fəaliyyətini elmi süzgəcdən keçirir, daima araşdırır, təhlil edir, əsaslandırır, dəyərləndirir, öz səhvlərini tapır və bunları düzəldərək özünü inkişaf elətdirir. Yəni qnostik bacarığı olan müəllim özünü inkişaf elətdirir və bundan sonra da neynir? Uşaqları müşahidə eləyir, təhlil eləyir, analiz eləyir və sonra isə onları inkişaf elətdirir. Yəni öz inkişafı ilə uşaqların inkişafı bir-birinə bağlıdır. Yəni birinci müəllimə özündə olan səhvləri üzə çıxartmalıdır, təhlil edib, analiz edib aşkar etməlidir ki, uşaqları da düzgün fəaliyyətə istiqamətləndirə bilsin. Qnostik bacarığı inkişaf etdirmək üçün biz diaqnostikadan başlamalıyıq. Diaqnostika vasitəsilə uşağın ehtiyaclarını müəyyən edəndən sonra isə kreativliyimiz sayəsində isə həmin ehtiyaclara cavab verən ən effektiv və maraqlı təlim yolunu tapmalıyıq. Bu müəllimin ən yüksək peşəkar qabiliyyətinin və elmi yanaşmasının göstəricisidir. Qnostik bacarıq nədir? Tələbyönümlülükdür. Müəllim hər zaman axtarışda olmalıdır, axtarmalıdır. Bütün imkanlardan istifadə etməlidir. Budur bizim peşə bacarıqlarımız. Tərbiyəçi müəllimlərin 4 peşə bacarığı var ki, bu peşə bacarıqlardan gəlir konstruktiv peşə bacarığı, sonra gəlir kommunikativ peşə bacarığı, təşkilatçılıq peşə bacarığı və qnostik peşə bacarığı. Bu peşə bacarıqları biri-birindən üstün, biri-birindən isə aşağı səviyyədə deyil. Yəni bir müəllimin, tərbiyəçinin bu 4 bacarığı bilməsi və inkişaf elətdirməsi mütləqdir. Yəni bu bacarığın biri olmasa, digər bacarıqları da yerinə yetirmək və yaxud da digər bacarıqlara da yiyələnmək mümkün deyil. Yəni yarımçıq ola bilər. Ona görə də biz uşaqların bütün inkişafını, hərtərəfli inkişafını istəyiriksə, bu 4 bacarığı bilməliyik və gündəlik fəaliyyətimizdə də yerinə yetirməliyik. Bu qədər müəllimələr.